Əti bilmirəm, indi narın mövsümüdür. Həftə sonu Göyçayda 16-cı ənənəvi nar festivalı keçirildi. Maraq çox idi. Bizim əməkdaşımız da iştirak elədi və çəkdi, göstərəcəkdi. Baxın. Göyçay bugün yenə narın məkanıdır. Festival rayonun dadını və mədəniyyətini bir araya gətirir. İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə bugün tədbirdə milyonlarla insan bir araya toplaşıb. Çox gözəl bir tədbir düzəldiblər. Özəlliklə keçən illərə nisbətən bu il çox gözəl olub festivalımız. Biz Bakıdan gəlmişik turla. Çox qəşəng Göyçay festivalıdır. Birinci dəfədir mən buyururam Göyçaya, heç ümumiyyətlə gəlməmişdim. Yəni çox maraqlıdır, adamın istirahəti çox qəşəng keçir. Bugünkü yarmarkada biz də iştirak edirik. Öz töhfəmizi veririk xalqa, millətə. Olan nemətlərimizdən gətirib xalqın qulluğunda durmağa çalışırıq. Nar bayramı bizim üçün əziz bayramdır. Göyçay meyvələri içərisində narı ilə tanınır. Yəni çox yüksək bayram keçib bu günlərimi. Millətimiz də, cəmaatımız da həyətin meyvəsini mən də içində olmayan yığıb gətirib. Siz neçə satırsınız? Bizdə də nar 1 manatdan 3, 4, 5 manata kimi. Öz təsərrüfatının məhsuludur, nar bayramıdır. Bütün milləti hamısını dəvət eləyiblər, sağ olsunlar. Biz də ucuz satırıq, 1 manata, 80 qəpiyə. Super nardır, öz qapımızındır, kilosu 10 manata. Festivalımızda yəni hər şey əla. Göyçayda yəni ildə bir dəfə olur nar festivalı. Belə yəni çox qəşəng. Nar festivalının keçirilməsində məqsəd Respublikamızda və onun hüdudlarından kənarda olan, məşhur olan Göyçay narına olan marağı daha da artırmaq və eyni zamanda turizmin inkişafına dəstək olmaqdan ibarətdir. Turizm şirkətlərinin verdiyi məlumata görə bu gün bizdə 30 mindən artıq seyirci olmalıdır. Azərbaycanın brendləşmiş turizm festivalıdır ki, bu nəinki ölkəmizdə, həm də xaricdə tanınır. İl boyu Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu bu tədbirin xarici sərgilərdə, xarici tədbirlərdə və s. marketingi ilə, PR ilə məşğul oluruq ki, Azərbaycana gələn qonaqlar bu festivala gəlsin.